Salam əziz uşaqlar. Bugün sizinlə tərkibinə görə təhlilin bəzi qaydalarına diqqət edəcəyik. Deməli, birlikdə bu sözlərin təhlil qaydalarına diqqət edək. Deməli, gizlədildi sözündə sözümüzün kökü gizlətməkdir. Gizlətməkdən gizlədildi. Calaqlanmışdır sözündə sözümüzün kökü calamaqdan, calaq, calaqlamaq, calaqlanmışdır. Sancılandı sözündə sözümüzün kökü sancmaqdan, sancı, sancılandı. Və diqqət etdinizsə, burada lanı ayırdım, burada ayırmadım. Nəyə görə? Bunu sizin nəzərinizə çatdırım. Deməli, burada lan ayrıldı. Birində la plus n kim oldu, birində lan bütöv oldu. Nəyə görə bu baş verdi? Uşaqlar, dilimizdə la plus maq sözü varsa, yəni, məsələn, tutalım ki, ayaqlanmaq, məsələn, ayaqlanmaq sözünə diqqət edək. Ayaqlanmaq sözü, məsəl üçün, ayaqdan, ayaqlamaq, ayaqlanmaq. Tutalım, ayaqqabınız kim tərəfindənsə ayaqlandı. Yəni, ayaqladı. Kimsə sənin ayaqqabını ayaqladı. O, ayaqlanmaq. Bir də vardır ki, baxın uşaqlar, diqqət etsəniz, bu lan burada ayrılmaya da bilər. Niyə ayrılmır? Ayaqlanmaq sözündə xəstə ayaqlandı mənasında olarsa, yəni ayağa qalxdı, artıq sağaldı mənasında olsa, burada lan ayrılmayacaq. Və burada da sancılamaq sözü var, amma sancılamaq sözü yoxdur, sancılanmaq var. Ona görə də burada lanı ayırmırıq. Yəni, bu məqama diqqət edin. Qazanclıdır sözündə. Qazanmaq sözün köküdür, qazanclıdır. Kimyəvi söz uşaqlar sadədir. Daim cildəkilər sözündə day sözün köküdür, mənsubiyyətdir, cil leksikdir, dəki leksikdir, lər leksikdir. Bir şeyə diqqətinizə çatdırım ki, deməli, bəzən suallarda belə bir sual qarşınıza çıxa bilər ki, leksik şəkildən öncə qrammatik şəkildə işlənə bilməz. Ancaq bəzi şəkillər vardır ki, onlardan öncə qrammatik şəkildə işlənə bilər. Bunlar hansılardır? Gil, dakı, dəki, sız, siz, sözsüz və ki şəkilsidir ki, bundan öncə qrammatik şəkildə işlənə bilər. Və eyni zamanda gil şəkilçisi bir cür yazılan milli mənşəli şəkilçilər sırasındadır. Qucaqladıq sözünə baxırıq. Quc sözün köküdür. Qucaq, lamaq, d ayrı, ıq ayrı. Dıq, dic, duq, düc. Burada ayrıldı. Diqqət etdinizsə. Çünki burada dıq, dic, duq, dücdə d plus ıq, ic, ıq şəkilçiləri birləşir. Yəni, d, di, du, du zaman şəkilçisi, ıq, ic, ıq, üç şəxs sonluq. Deməli, dıq, dic, duq, düc nə edir? Ayrı təhlil edilir. Digər sözlərə baxaq. Yəni, məsələn, burada hansı sözə baxaq? Biçindəkilər sözünə baxaq. Məsələn, biçindəkilər sözündə, biçindəkilərdən öncə yoxuşluqdakılara baxaq. Uşaqlar, yoxuş sözünü bəzən uşaqlar səhv yazırlar. Yoxdan yoxuş deyil. Yoxuş sözünün sözü kökü sadədir, yoxuşdur, yoxuşluq. Dakılardır. Biçindəkilər sözündə biçməkdən biçin, biçindəkilərdir. Və burada sulandı sözünə diqqət edək. Uşaqlar, sulandı sözünü biz iki cür təhlil edə bilərik. Əgər meyvə sulandı, gözümüz sulandı, ağzımız sulandı formasında verilərsə bizə, bu zaman sudan sulanmaq, sulandı. Yox, əgər güllər sulandı formasında verilərsə, bu zaman sudan sulamaq, sulanmaq, sulandı kimi təhlil ediləcək. Ondan sonra göyərtilər sözünə baxaq. Göydən göyərmək, göyərti, göyərtilər. Yaralılar sözündə yarılır, yara olur, yaralı olur, yaralılar. Tozanaq sözündə toz sözün köküdür, anaq ənək bir cür yazılan şəkilçidir, tozanaq. Zəhərləndik sözündə zəhər sözün köküdür, zəhərləmək, zəhərlənmək, zəhərləndik, ki. Düzgündür sözündə düzməkdən düzgün, düzgündür. Və burada bayaq qeyd etdiyim kimi dırdır, dırdır. Burada da xəbərli şəkilçisi olduğu üçün qrammatikdir. Ortalıqda sözündə orta sözün köküdür, ortalıqda. Yaralılarımız sözünü burada demək olar təhlil etdik. Çoxdankılar sözündə isə çoxdan, 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 çoxdankı, çoxdankılar. Aydındırmı? Sonra doğma sözünə baxaq. Doğmaqdan doğma sözüdür. Ondan sonra baxaq döşəmək sözünə. Döşəməkdən döşəkdir, döşəkçədir, döşəkçədədir.
Qəribsətlik sözündür uşaqlar. Deməli, qəribdən qəribsəmək, qəribsətmək, qəribsətlik. Aydındırmı? Çökəklik sözünə baxaq. Bir şey çökür, çökək olur, sonra çökəkliklər. Aydındırmı? Sonra yoxsullar sözünə diqqət edək. Yoxdan yoxsuldur, yoxsullar. Ədəbiyyatşünasda ədəbdən ədəbiyyatşünasdır. Qaraltıda qaralmaqdan, qaradan qaralmaq qaraltıdır. Düşüncəsizlikdə uşaqlar düşünməkdən düşüncədir, düşüncəsizlik. Zərgərşünasda zərdən zərgərdir, zərgərşünas. Dincəldikdə uşaqlar deməli dincdən dincəlmək, di ayrı, iç ayrı. İgidcəsinə, igiddən igidcəsinə. Çəkisizlikdə sözündə çəkməkdən çəkidir, çəkisizlikdə. Sonra sarsıntı sözü uşaqlar sadə sözdür. Dağılmazlar sözü sadə sözdür. Bisavadlar sözünə diqqət edək. Bi ön şəkilçidir. Savad sözümüzün köküdür. Lar qrammatikdir. Sonra döşəkçədədir sözünü səhv etmirəmsə bayaq yuxarıda izah elədim. Yağıntılardan sözündə yağır, yağıntı olur, yağıntılardan. Dağıntı sözü sadədir. Sərgilənmişdir sözünə baxırıq. Məsələn, sərgi bir şey sərirsən sərgi olur və bir şey sərgiləmək, sərgilənməkmişdir formada təhlil edilir. Qarşılaşdıq sözündə isə deməli qarşılamaq, qarşılaşmaq, qarşılaşdı ayrı, qayrı. Gözlətdik sözündə gözdən gözləməkdir, gözlətməkdir, di ayrı, iç ayrı formasında tələffüz edilir. Daha da o tələffüz deyirəm, tərkibinə görə təhlil edilir. Sonra baxaq, yaraqlılar sözündən. Uşaqlar, yaraqlılar sözündə deməli sözün kökü yaramaqdır. Sözün kökü, sözümüz hara getdi, baxaq diqqətlə. Yaraqdır. Sözümüzün kökü nədir? Yaramaqdan yaraqlılar. Aydındırmı? Sonra burada dıl, dil, dıl morfemi var. Bura diqqət edək. Ağdan ağarmaqdır, ağartmaqdır, ağardılmaqdır. Deməli uşaqlar, dıl, dil, dıl morfemi T plus il, ul formasında tərkibinə görə təhlil edilir və hər ikisi leksikdir. Məsəl üçün, bunu çoxaldıldı sözündə də göstərə bilərik. Çoxaldıldı sözündə çoxdan, çoxalmaq, çoxaltmaq, çoxaldılmaq, çoxaldıldı. Baxın, bu formada təhlil olunur. Sonra, məsəl üçün, baxaq, bağlanmadı sözünə. Bağdan bağlamaqdır, bağlanmaqdır. Ma qrammatikdir, deməli qrammatik. Qaldırıcılar sözündə qaldırmaq sözün köküdür uşaqlar. Qaldan qaldır deyil. Qaldırmaqdan qaldırıcılar. Böyüklərimiz böyüməkdən böyükdür. Böyüklərimiz. Və uşaqlar bir şey nəzərinizə çatdırım ki, kiçildildi sözündə kiçilmək sözün köküdür. Kiçildildi bu cür təhlil edilir. Çünki kiç deyə dilimizdə söz yoxdur. Sonra çoxaldılmışdır sözünü bayaq burada sizə göstərdim. Təvazökarlıqdır. Təvazökarlıqdır. Ondan sonra uyğunsuzluq sözündə uymaqdan uyğundur, uyğunsuzluq. Toplaşmışdır sözündə topdan toplamaqdır, toplaşmaqdır, mışdır. Ədəbiyyatşünaslıq sözündə ədəbdən ədəbiyyat, şünaslıq formasında tərkibinə görə təhlil edilir. Çoxdankılar sözünü bayaq qeyd etdim sizə. Gərginləşdi sözünə baxaq. Gərilir, gərgin olur, gərginləşdi. Gərginləmək sözü yoxdur çünki. Çalğıçılıq sözündə çalmaqdan çalğıdır, çalğıçıdır, çalğıçılıqdır. Bir məqamı diqqətinizə çatdırım ki, uşaqlar, çılıq, çilik, çuluq şəkilçisi əgər mücərrət mənalı söz əmələ gətirərsə, mücərrət mənalı söz əmələ gətirərsə, yəni, məsəl üçün, peşmançılıq və yaxud düşmənçilik. Bu cür sözlərdə və yaxud nigarançılıq, bu cür sözlərdə biz çılıq, çilik, çuluğu ayırmayasıyıq. Nigarançılıq, düşmənçilik, peşmançılıq bir şəkil kimi təhlil ediləcək.
Sonra gülümsəmək sözündə gülməkdən gülümsədir, gülümsəməkdir. Ağartdıq sözünü bayaq qeyd etdim sizə. Ağdan ağarmaqdır, ağartmaqdır. D ayrı, ı ayrı. Daxiləndə, daxildən daxiləndir. Deməli, bildirçilərdə bildirçilər. Daşlaşmaq sözü uşaqlar iki cür təhlil edilir. Onu xüsusilə sizə diqqətinizə çatdırım. Deməli, daşdan bir kimlə isə daşlaşmaq, yəni daş oyunu oynamaq, daşlamaq, daşlaşmaq, daşlaşmaq. Bir də var ki, daşlaşıb heykələ dönmək mənasında olduqda isə daşdan daşlaşmaq. Laş burada ayrılmayacaq. Yollandıqda yoldan yollamaqdır, yollanmaqdır, d ayrı, ı ayrı. Bağışlandı sözü bağışlamaqdır, bağışlandı. Digər sözlərə baxaq. Eyni sözləri yazmayaq ki, digər sözlərimizə də vaxtımız çatsın. Deməli, baxaq hansı sözlərə. Məsələn, yəhərlənmişdir sözünə baxaq. Yəhərlənmişdir sözündə yəhər sözün köküdür. Yəhərlənmək, yəhərlənmək, mişdir. Sonra qocalmaz səsi bələşdədirə baxaq. Bələnməkdən bələc, dədir. Deməli, qocalmazsan. Qocadan qocalmaq, qocalmı ayrı, az ayrı san. Yəni, burada bir şeyə baxaq. Mır, mir, mur, mür, maz, məz şəkilçiləri neyniyir? Ayrılır. Çünki burada mamə plus ır, ir, urdur. Burada mamə plus ar, ər qeyd gətirəcək zaman şəkilçisidir. Ona görə də bu mazın tərkibində əslində iki dənə şəkilçi işlədəcək. İnkar şəkilçisi və qeyd gətirəcək zaman şəkilçisi. Lüğəvi sözü sadədir. Sevincli sözündə sevinməkdən sevinc, sevinclidir. Qorxaqlar sözündə qorxmaqdan qorxaqlardır. Ölümsüzlük sözündə ölməkdən ölüm, ölümsüz, ölümsüzlükdür. İşıqlandı sözünə baxaq. Çəkisizlikdən sözünü bayaq qeyd etdi. İşıqdan işıqlandı. Quldarlıqdan quldan quldarlıqdır. Talanmışdı da talanmaqdan talanmaqmışdır. Əsəbiləşdirdik sözündə əsəbdən əsəbi, əsəbiləmək sözü yoxdur, əsəbiləşmək, əsəbiləşdirmək, dir burada leksikdir, çünki mək gətirə bilirəm, di ayrı, iç ayrı. Əyləncəlilər sözündə əylənməkdən əyləncəlilər, kirayələndi sözündə kirayədən, kirayələnmək, kirayələnmək, kirayələndi. Sarsılmaq sözü sadədir. Bağçadadırlar sözü. Bağdan bağçadadırlar. Rəsmiləşdi sözü uşaqlar. Sadədir. Rəsmidən rəsmiləşdir. Rəsmiləşdidir. Rəsmidir sözün kökü. Yarışdın sözündə deməli sözün kökü yarışmaqdır. D ayrı, ın ayrı. Çünki dın, dim, dum, düm, yenə deyirəm, dın, dim, dum, dün ayrılır. İki dənə şəkilçi kimi qeyd olunur. Qorxuncdur sözündə qorxmaqdan qorxunc, dur burada qrammatik olacaq. Çünki durdan sonra mağı gətirə bilmirəm. Yırğalanmırdı sözündə. Yırğalanmaq sözün köküdür. Yırğalanmaq, mı ayrı, ır ayrı, d ayrı. Deməli, iki dənə mırın tərkibində iki dənə qrammatik şəkilçi. Ba, məzə, leksik ba, məzə sözümüzün kökü. Qənddan sözündə qənd sözün kökü, dan, birinci dan, leksik, ikinci dan, qrammatik. Bir şey diqqətinizə çatdırım ki, uşaqlar. Bu birinci dan bir cür yazılan leksik şəkilçidir. Güldan, qənddan, çaydan. Sonra buruqlar sözünə baxaq. Burmaqdan buruqdur, buruqlar. Sonra cızıqsız sözündə cızmaqdan cızıq, cızıqsızdır. Qayğıkeş sözündə qayğıdır, qayğıkeşdir. Toplanmaq, toplaşmaq sözlərini bayaqlam dedim. Topdan toplamaqdır, toplanmaq bu formada. Sağlamlıq sözündə sağdan sağlamdır, sağlamlıq. Şabalıd sözün köküdür. Leksik. Mənimsətmək sözündə məndən mənimsəməkdir. Mənimsətmək. Beşincilər sözündə sözümüzün kökü beşdir. Beşincilər.
Qocalmısan sözündə yenə qocadan qocalmaq bu formada təhlil edilir. Qocalmısan. Qanatlı sözündə qandan qanamaqdır, qanatmaqdır, qanatlıdır. Bir şey uşaqlar diqqətinizə çatdırım ki, sözün hansı nitq hissəsi olması, məsələn, deməli, hər hansı bir sözü götürək, məsələn, sevincli sözünü götürək, sevincli sözünü baxaq ki, hansı nitq hissəsidir? Uşaqlar, hansı nitq hissəsi olmasını bilməyimiz üçün, birinci biz onun başlanğıc formasına diqqətlə baxmalıyıq. Sevinməkdən sevinc olur, sevincli olur. Başlanğıc forması sevinclidir sözüdür. Sözün deməli nitq hissəsi nədir? Sifətdir. Sözün nitq hissəsi sifətdir. Bəs kökü nədir? Kök sevincdir. Düzdürmü? Sevinməkdir daha doğrusu. Kökümüz sevinmək feilidir. Kökümüz deməli nədir? Feildir. Bəs söz nədən yaranır? Uşaqlar, söz nədən yaranır deyirsə, sonuncu leksik şəkilçidən önə baxırıq. Öncəki leksik şəkilçimiz hansı suala cavab verir? Sevinc. Deməli, sözün yarandığı nitq hissəsi nədir? Sevinc sözüdür. Nədən yaranır? İsimdən yaranır. Söz nədən yaranır dediyi zaman biz sonuncu leksik şəkilçidən bir vaid öncəki leksik şəkilçiyə diqqətlə baxırıq. Təşəkkür edirəm uşaqlar. Hamınıza uğurlar arzulayıram. Kimsə zəhv olmur. Nə niyə göstər? Çəkdim videonu. Ben attım. Niyə? Yani gördüm bir kadın batır kaşı.